Bismillahirrahmanirrahim. Əuzu billahi mineşşeytanirracim. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Hər vaxtınız xeyirli olsun, dəyərli Azan TV izləyiciləri, əziz dəyərli möminlər. Və bu günləri də zamanın imamı mövzusuna qaldığımız yerdən davam edirik inşallah ki, ümid edirəm ötən mövzunu izləmisiniz və bu artıq 8-ci buraxılışımızdır. Bu əvvəlki 7 buraxılışda da müəyyən məsələlərə aydınlıq gətirmişdik, müəyyən məsələlər barəsində danışmışdıq və ümid edirəm ki, müəyyən qədər sizdə bir fikir formalaşdıra bilmişəm və Allah da bizdən bu az xidmətlərimizi inşallah ki, qəbul etsin, Allah Təala qəbul etsin inşallah. Və bu günləri də gəldik çatdıq bir mətləbə ki, ötən mövzuda biz danışdıq ki, belə deyək də, zülm səbəbdir yoxsa əlamət və bugünkü mövzumuzda da inşallah ki, intizar barəsində danışacağıq. Nə qədər önəmlidir intizar? Nə qədər önəmlidir bir şəxsin İmam Zaman Ağa Cəlallah Fərəcəhu Şərifin yolunda intizar, müntəzir olması, intizarçı olması, intizarda olması. Düzəldək fikrimizi. Nə qədər önəmlidir? Və hədislərdə bununla bağlı nələr yazılıb? Bir şəxs bu yolda özünü həlak eləsə, hətta ömrü çatmasa belə ki, İmam Zamanı görsün, belə deyək ki, onun dərəcəsi nədir? İnşallah ki, bu kimi məsələlərə baxacağıq və bir neçə dənə sual da var ki, onlara cavab axtaracağıq. Bismillah. Həzrət Rəsulullah, əziz dəyərli Peyğəmbərimiz, İslam Peyğəmbəri buyurur, mənim ümmətimin ən üstün işi fərəcin intizarında olmaqdır və Allahdan onun baş verməsini istəməkdir. Peyğəmbərimiz, əziz dəyərli Peyğəmbərimiz nə deyir? Deyir, ən üstün işdir. Bir şəxs ki, intizarda olar, bir şəxs ki, zührun, fərəcin, qurtuluşun intizarında olar, Peyğəmbər deyir, ən üstün işdir. Ümmətimin üstündə, belə deyək ki, üzərində olan ən üstün işlərdən biridir. İmam Sadiq əleyhissalam buyurur, sizdən kim bu işin intizarını çəkən halda ölsə, qaimin çadırında olan kəs kimidir. Yəni, ömrün çatmayıb, intizarda olmusan, Peyğəmbərimizin dediyi kimi, ən üstün işi həyata keçirmirsən. Ömrün çatmayıb görmək. Nə baş verər onda? Onda sən qaimin çadırındakı kimisən. Qaimin çadırındakı kimi nə? Yəni, onun ordusundakı kimisən. Yəni, sən İmam Zaman Ağa Əcəlallah Fərəcəhu Şərifin yanındasan, onunla bərabər haqq uğrunda vuruşursan və hətta hədislərdə var, şəhid olan kəs kimisən. Misal üçün, Əbdülhəmid Vəsaiti İmam Baqir əleyhissalamdan nəql edərək deyib. Elə bil, Əbdülhəmid Vəsaiti yaxınlaşır İmam Baqirə, sual verir. Allah işini avand etsin. Biz bu işi intizarını çəkərək bazarlarımızı tərk etmişik. İmam buyurdu, ey Əbdülhəmid, özünü izzət və cəlal sahibi Allaha görə həbs edən bir kəs görmüsənmi ki, Allah ona bir çıxış yolu qoymasın? Həqiqətən bu söz, hədisə qayıdacam yenə, bu söz çox maraqlı bir sözdür. İnsan özünə sual vermək. Mən ki, Allahın yolunda, Allahın hədlərinə əməl edirəm. Halbuki bu mənim vəzifəmdir. Amma Allah rəhmandır, mənə kömək edir bu yolda. Nəinki, əstəğfurullah, Allah mənə borclanır ki, mən onun hədlərinə əməl edirəm. Allah mənə hədd qoyub mənə görə və mən də o hədlərə əməl edirəm. Onda nə baş verər? İmam buyurur ki, elə bir kəs görmüsənmi ki, Allaha görə özünü, yəni belə deyək də, biraz da məsələni açaq, yəni öz nəfsinə hədlər qoyar, Allah ona bir çıxış yolu yetirməsin. Belə bir kəs varmı? Nə qədər olub həyatımıza bir baxaq, öz həyat kitabımızı səhifələyək. Nə qədər olub ki,
Allah Teala elə vəziyyətlərdə əlimizdən tutub. Vallah mənim çox tutub. Əlhamdülillah. Həmd olsun aləmlərin Rəbbi. Həmd olsun həqiqətən. Elə vəziyyətlərdə mənim əlimdən tutub ki, mənim ümidim da yox. Sizdə də olub. Sizdə də olub. Bir baxaq həyatımıza. Bir kəs ki, bəzi kəslər var, mən məsələni ora gətirmək istəyirəm. Deyir ki, mən övladıma çörək aparıram, amma haram iş görür. Deyirsən ki, halal iş, deyir yox da mən övladıma çörək aparıram, özünə bununla bəraət verir. Bəraət qazandırır. Nə qədər düzgündür bu? İnsan çətinlik çəkər, amma sənin övladın, sənin ailəvin və hətta sənin özünün ruzisi sənə, yəni ki, sən vermirsən öz ruzini. Nəinki ailəvin ruzisini. Allah Teala verir. Quran ayələridir bunlar. Bunlar Quran ayəsidir. Hər biri Quranda qeyd olunub. Bizdə hərəkət etməkdir. Bizdə işə getməkdir. Amma haram işə yox. Qardaş, halal işə getmək lazım. Halal işlə məşğul ol. Əsas Allah səndən razı qalmasıdır. Allah səndən razı qalsın. Şərt o deyil, çox pulum olsun. Şərt o deyil, nə bilim, belə deyək ki, villam olsun, nə bilim, cürbəcür maşınlarım olsun. Şərt odur ki, çünki o villanı görməyəcəksən. 70 il, 80 il qutardı o villa. Allaha and olsun, insanın canı ağrıyanda o villa yada düşmür, o pulu yada düşmür. Qoyub gedirsən sən bu dünyada. Şərt nədir? Şərt Allahın razılığını qazanmaqdır. Eləcə də Əbdülhəmid də imama sual verdi, imam da cavab verdi ona. Daha doğrusu cavabı sualla verdi. Əbdülhəmid nə dedi? Dedi ki, əlbəttə qoyur. Allaha and olsun ki, Allah, belə deyək də, imam buyurur, Allaha and olsun ki, Allah onun üçün bir çıxış yolu qərar verəcəkdir. Allah nəfsini bizə görə həbs edən bəndəyə rəhmət etsin. Allah bizim işimizi dirildən bəndəyə rəhmət etsin. Yəni bizim yolumuzda xidmət edən, bu iş yolunda xidmət edən bir kəs ki, imam zaman yolunda xidmət edir, Allah bu az xidmətləri bizim əllərimizdən almasın. Bir balaca sözü insanlara çatdırır, iş görür, nəsə çalışır da indi budur bacardığı. Əsas o da ixlasla bu işi görsə nə olar? Nə olar? İmam buyurur ki, Allah rəhmət eləsin həmin kəsə. İmamın duası qəbuldur. Mənim duamın, belə deyək də, mənim o qədər günahkaram ki, mənim duam nə vaxtda qəbul olar? İmam məsumdur, imamın duası qəbuldur. Bəli. Və Əbdülhəmid imama buyurdu, üzr istəyirəm, sual verdi. Qaimə yetişmədən öncə ölsəm necə? Ömrüm çatmadı birdən öldüm. Nə baş verər? İmam buyurdu. Əgər sizdən biri Kaş mən Ali Muhammedin qaiminə yetişib ona kömək edəydim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Kömək edəydim. Desə, onun qarşısında qılınc ilə vuruşan, bəlkə də onunla yanaşı şəhid olan kəs kimidir. Bir kəs İmam Hüseynlə şəhid olar. Onun ordusunda şəhid olar. Nə qədər önəmlidir bu mövzular. Nə qədər önəmlidir intizarda olmaq. And olsun önəmlidir ha. And olsun önəmlidir. Xüsusilə axır zamanda intizarda olasan. Zamanın imamını görmürsən. Bu dərddir. Zamanın imamı qeybdədir. Özü səni düşünür, sən onu düşünmürsən. Bu dərddir. Sənin qəlbin xəstələnib, sən tanımırsan imamı. Mərifətiniz yaranmalıdır imama. Çalışmalıyıq onun barəsində nələrsə bilək. Cahiliyyət ölümü ilə ölər o kəs ki, imamını tanımadan ölsə. Nə qədər ağır bir hədisdir bu. Ən azından adını bilək, ən azından nə iş görəcəyini bilək, ən azından varlığına inanaq. Ən azından ha, bunlar ən azıdır. Nə qədər çox xidmət etmək olar onun yolunda. İmam Rıza əleyhissalam dedi, səbr və fərəzi gözləmək necə də yaxşıdır. Məgər izzət və cəlal sahibi Allahın kəlamını eşitməmisənmi? Gözləyin. Quran ayəsi Davud surəsi 93. Gözləyin, şübhəsiz ki,
mən də sizinlə birlikdə gözləyənlərdənəm. İntizarda olun. İmam buyurur, intizarda olun. Şübhəsiz ki, mən də sizinlə birlikdə intizardayam. Ona görə də səbirli olun. Çünki fərəc yalnız məyusluq üzərində gəlir. Yəni insanlar ki, ümidsiz olsa, nə baş verər? Demişdi, o qədər elə bir hal gələcək ki, çoxu öz əqidəsindən dönəcək. Belə ki, sizdən öncəkilər sizdən daha səbirli olmuşlar, İmam buyurur. İmam Sadiq əleyhissalam öz atalarından belə nəql edir ki, Əmirəl-möminin Əli əleyhissalam buyurmuşdur. İşimiz üçün intizarda olan Allah yolunda öz qanına bulaşan kəs kimi. Bir kəs ki, intizarda olar, hətta ömrü çatmasa belə, Allah yolunda şəhid. O Quran-ı Kərimdə deyilir, Allah yolunda ölənlərə ölü deməyin. Onlara öz Rəbbi yanında ruzilər verir. Yəni bir kəs ki, intizarda olar. Ən azından bir xidmət edir. İntizarda olmaq o demək deyil, gedib yatasan evdə. İş görər, bir iş görər, balaca da olsa bir iş görər, ən azından dua edər. İmamın salamatçılığı üçün çalışar, xidmət edər, özünü düzəldər, ailəsini düzəldər, cəmiyyətin düzəlməsində böyük rol oynayar. Bir şəxsin vəzifəsidir bunlar. O intizar, mən belə deyək də müntəzirəm. Nə qədər asandır dildə demək. Əməllərimə baxın, mən müntəzirəm. Mən intizardayam. Yox. İnsan öz əməllərinə baxsın. Görsün ki, mən həqiqətən intizardayam yoxsa yox. Nə qədər önəmlidir bu məsələlər. İmam da buyurur ki, Allah yolunda ölən kəs kimidir. Yəni şəhiddir Allah yolunda. İmam Səccad əleyhissalam buyurub, hər kəs bizim qaimimizin qeyb zamanında vilayətimizdə sabit qədəm qalsa, Allah Təala ona Bədir və Ühud şəhidlərindən 1000 şəhidin savabını verər. Biz ötən mövzularda demişdik, ikinci mövzu olmalıdır, səhv etmirəmsə. Demişdik, qeyd etmişdik bu hədisi. Eləcə də İmam Səccad əleyhissalam buyurub, o kəslər ki, qeyb dövründə yaşayır, onun imamətinə etiqad edirlər və zührunu gözləyirlər. Bütün zamanların insanlarından üstündürlər. Üstünsən sən müntəzir olsan, gözləyən olsan. İmam Sadiq əleyhissalam yenə buyurur, hər kəs istəyirsə Həzrəti Qaimin dostlarından olsun, gərək müntəzir olsun. Müntəzir nədir? Yəni gözləyən olsun. Eyni halda təqva və gözəl əxlaqla rəftar etsin. Yəni tək gözləyən olmaqla iş bitmir ha. Özünü düzəltməlisən. Təqva və əxlaqla rəftar etsin nə deməkdir? Yəni batinini düzəlt ki, birincisi təqva və əxlaqla nə edəsən? İnsanlarla davrana biləsən. Ədalətlə insanlarla ədalətlə davranarsan. İndi mən burada bir məsələ var, rəvayət var. İnşallah ki, vaxtımız çatsa, danışacağam mən. Əbdüləzim Həsəni deyib, ağam Muhammed ibn Əli ibn Musa ibn Cəfər, nəsə uzundur bu, ümumi məsələni qeyd eləyək. Qaimin haqqında soruşmaq istəyirdim ki, Mehdi odur ya başqası imamın yanına daxil olur. Soruşmaq istəyirdim ki, Mehdidir qaim, yoxsa yox. Belə ki, özü sözə başlayaraq dedi, ey Əbül Qasim, qaimimiz həmin Mehdidir. O kəsdir ki, qeybdə olduğu zaman intizarını çəkmək, zühr etdikdə isə ona itaət etmək lazımdır. O övladlarımdan üçüncüsüdür. İmam buyurur, nə buyurur? Qeybdə olduğu zaman intizarda olmaq. Zühr etdikdə ona itaət etmək lazımdır. Lazımdırsa nədir? Vacibdir. Vacibdir. Əqidəmizin əsaslarından biridir. Müntəzir olmaq. Müntəzir. Gözləyən olmaq. Elə bilirsiniz, imam gözləmir. Elə bilirsiniz, imam dərd yanğısı ilə yaşamır. O bizdən daha çox istəyir zühr etmək. Niyə? Bizim üçün.
bizim üçün. Ötən mövzularda dediyi hədisdə var, imam buyurur. Nə buyurur? Deyir ki, fərəcin və qurtuluşunuz üçün dua edin. Fərəc və qurtuluşunuz üçün dua edin. Dua edin. Bəli, imam davamında deyir, Muhammədi sallallahu aleyhi və səlləm peyğəmbərliyə göndərənə və bizi imamətə seçənə and olsun, imam and içir, Allaha and içir. Əgər dünyanın ömrünə bir gün qalsa belə, Allah həmin günü o qədər uzadar ki, qaim orada qiyam edib, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi haqq və ədalətlə doldursun. İmam and içir ha. Elə belə adam and içmir. Şəxs and içmir. Məsum and içir. O məsum ki, onlar özləri buyurub ki, hər məsələdə and içmək olmaz. Allah onun işini bir gecədə düzəldəcək. Necə ki, Kərimullah Musanın işini həll etmişdir. Musanın əhvalatı necədir? Od üçün getdi, peyğəmbər olaraq geri qayıtdı. Açın Quranı oxuyun. Bəqərə surəsində də var. Açın oxuyun. Həqiqətən nə qədər maraqlıdır məsələ. Və imam da onu deyir, o ailəsi üçün bir köz parçası gətirməyə getmişdi, ancaq Rəsul və Peyğəmbər olan halda qayıtdı. Sonra imam deyir, şiiyələrimizin ən üstün əməli fərəcin intizarında olmaqdır. Ən üstün əməldir. Ən üstün əməl. Peyğəmbərdən də var, imamlardan da hədislər mövcud. İndi gəldik bir məsələyə. İmam Zaman Ağa Əcəlallah Fərəcəhu Şəriflə müəyyən kəslər görüşüb. Nabilər bir tərəfə, müəyyən kəslər də görüşüb. Deməli, hətta bir kəs intizarda olsa, qismət olar bəlkə də Allah Teala o insana bəlkə də həyatına yazar İmam Zamanla görüşmək. Nə qədər maraqlıdır. Zühurdan əvvəl görüşmək. Bəli. Bir neçəsini qeyd eləmişəm, amma qismət olsa İmam Mehdi Əcəlallah Fərəcəhu Şərifin tanınması barəsində 40 hədis kitabı Seyyid Muhammed, baxın burada qeyd eləmiş kitab var. Seyyid Muhammed Mirluhi İsfahaninin kitabıdır. Çox gözəl kitabdır. Orada uzun qeyd olunub hamısı. İnşallah qismət olsa alıb oxuyun. Elə də böyük bir maliyyə kəsb eləmir. Deməli, Əbu Cəfər Babaveyh Kəmaluddin kitabında Əvdiyə yetişən sənədlə belə nəql edir. Sənədi də didimindir. Deyir, təvafda idim. O ki, 7 dövrə vurursan, 6-cı dövrəni başa vurub 7-ci dövrəyə keçirdim. Gördüm ki, bir cavan oğlan insanlara yaxınlaşıb onlarla danışır. Çox şirin danışığı var. İstədim mən də yaxınlaşım, məni qoymadılar. Soruşdum ki, bu şəxs kimdir? Kimdir də bu, yəni ki, məni yanına buraxmırsınız? Təəccüblə soruşub. Mənə dedilər ki, bu Peyğəmbər övladıdır. Və hər ilin bir günündə xüsusi adamlar üçün aşkar olub onlarla söhbət edir. Yəni, hər adam yox, ha. Hər adam yox. Sən gör, nə qədər qəlbini böyütməlisən ki, imam sənin görüşüvə gəlsin. İndi sən imamın görüşünə gedə bilməzsən. İmam sənin görüşüvə gəlsin. Nə qədər qəlbin böyük olmalı. Dedim ki, ey ağam, mənə yol göstərməyin üçün yanına gəlmişəm və mənə xırda daşlar verdi. Ovucuma xırda daşlar qoydu. Yanında əyləşənlərdən biri onun nə verdiyini soruşdular. Daş deyə cavab verdi. Daha doğrusu, daş deyə cavab verdim. Amma əlimi açdıqda qızıl, belə deyək, külçə formasında olur, qızıl külçələr. Onun olduğunu gördüm. Tez oradan uzaqlaşdım və mənə yaxınlaşıb özünü qaim deyə təqdim etdi. Bu biri. Sonra ikincisi, Həsən İbn Həmzə Ələvi Təbəri özünü Əl-Qeybə əsərində, Əl-Qeybə əsəri ən gözəl əsərlərdən biridir. Ən gözəl əsərlərimizdən biridir. Oxuyun, məsləhət görürəm. Əl-Qeybə əsərində, eləcə də Kəmaluddin də bunu dedi. Orada bəzi peyğəmbərlərin zühuru barəsində də danışılıb, onların qeybi barəsində də danışılıb. Baxarsınız inşallah.
Əm, deməli, Əl-Qeybə əsərində Salih bir şəxsdən nəql edir ki, bir dəfə həccə gedirdim və yolu itirdim. Qafilədə elə bil uzaq düşdüm. Susuzluq bir tərəfdən, isti bir tərəfdən, külək bir tərəfdən, o ki səhranın küləyi var ki, var isti külək, gözlər dolur torpaqla. Nəsə də peşmançılıq, daha belə deyək, pis vəziyyətdəyəm. Kor peşman olmuşam belə deyək bizim dilimizdə. Və yerə yıxıldım. Bu zaman kişnəmə səsi gəldi. Gözümü açdıqda gözəl çöhrəli, xoş ətirli boz atın üstündə bir cavan gördüm və mənə soyuq və baldan şirin su verdi. Özünü təqdim etdi, sonra dedi gözünü yum və mən gözümü aç, belə deyək, gözümü aç dedikdə qafilənin önündə olduğumu gördüm və o gözdən. Yəni İmam Əcəlallah Fərəcəhu Şərif o demək deyil, qeybdədir, insanlarla rabitədə deyil, insanlara kömək etmir. Ha, kömək edir, kömək edir. Bir son da bir hədis də hədis deməyim, rəvayət qeyd edərəm Seyid Kərim Kəffaş barəsində. Allah rəhmət eləsin. Əziz, dəyərli ustad Hacı Şahin bu barədə danışmışdı Kəffaş barəsində. Bu Kəffaş ki vardı, Kəffaş ləqəbi yəni ayaqqabı ustası idi. Kəffaş dili oradan gəlirdi. Deməli, bu kəslə İmam Zaman Ağa Əcəlallah Fərəcəhu Şərif görüşməyə gələr. Görüşməyə gələr. Səbəbi bilirsiniz nə idi? Həmin səbəb onda idi ki, həmin bu Kəffaşın imama olan eşqi, intizarda olmağı. Hətta bir gün imam bunu imtahan elədi. Var, Allah rəhmət eləsin, Hacı Şahin də danışırdı. İmam bunu imtahan elədi, həmin bu ayaqqabı ustasını, Kəffaşı, Seyid Kərim Kəffaşı imtahan elədi. Necə? Dedi, ey Seyid Kərim Kəffaş, mənim ayaqqabım belə deyək də yırtılıb. Gəl bunu bir dənə tik. Həmin Seyidin də əlində iş var idi, iş görürdü, başqasının ayaqqabısını düzəldirdi. Dedi, əlimdə işim var, ağacan, mən bunu düzəldim, ondan sonra səninkini düzəldərəm. Ağa bir dəfə də yenə buyurdu ki, dedi, ey Seyid Kərim Kəffaş, ayaqqabım yırtılıb, cırılıb, gəl bunu tik. Dedi ki, yox da mənim əlimdə axı işim var. İmam yenə buyuranda deyir ki, indi Seyid Kərim Kəffaş da indi zarafatla dedi ki, indi deyir mən yəni o qeyb sirlərin əyan eləyəcəm də insanlara ki, sizin imamınız məndən belə bir şey istəyir. İmam da buyurur ki, mən səni yoxlayırdım da. Mənim istəyim səni yoxlamaqdır. Çünki intizarda olan kəs ən üstün, belə deyək, ən üstün cəhətlərindən biri də budur ki, insanlar arasında fərq qoymaz. Ədalətlə davranar. Ədalətlə davranar. Bir sual yaranır ki, burada bəs biz imamı görə bilərik? Belə deyək, insan ki, yəni məqsəd imamı görmək deyil ha. Məqsəd odur ki, imamın yolunda çalışasan, xidmət eləyəsən. Savab budur. Savab budur ki, xidmət eləyəsən, çalışasan. Bu da sən indi görəcəksən, görməyəcəksən. Şərt deyil ki, əsas onun intizarında olsan, gör sənə nələr verilir. Allah yolunda şəhid kimi. Qaimin çadırındakı kimisə, onunla bərabər şəhid olan kimisə. Nə qədər üstün, belə deyək, Bədir, Ühüd savaşçılarından orada şəhid olanların 1000 şəhidin savabı sənindir, əgər intizarda olsan. Əsas məsələ budur. Görəcəksən, görməyəcəksən, yəni elə hamı istəyir ki, görsün. Bu qeyb olmaz ki. Amma inşallah ki, indi kimin bəxtinə yazılıbsa, inşallah ki, görər. Bəs qeyb zamanı İmam Zaman Ağa Əcəlallah Fərəcəhu Şəriflə hansı şəkildə belə deyək, üns rabitə qurmaq olar? Biri budur ki, yuxu vasitəsi. İnsan yuxuda ikən, yəni ki, o görüşən şəxslərdən bəziləri yuxuda ikən görüb. Biri bu. Biri budur ki, mükaşifə aləmi deyərlər ki, insan belə deyək də, nə yatıb, yəni yatılı deyil, amma o aləmi də görür. Elə bir şəkildə üns rabitə. İndi mən bilmirəm o aləm necə aləmdir. Ümumilikdə yəni o şəkildə əlaqə qura bilər. Biri bu. Üçüncüsü də belə deyək ki, yəni belə canlı şəkildə imamla bərabər
üns rabitədə ola bilər ki, burada da bir neçə dənə hal yarana bilər. Birinci hal budur ki, görsün imamı tanımasın, heç tanımasın. İkincisi budur, görsün, yəni ondan uzaqlaşandan sonra, ondan sonra tanısın. Üçüncüsü də budur ki, ikincisi dedik ki, yəni belə deyək, görsün, sonradan tanısın. Üçüncüsü də budur ki, görsün və hətta onu tanısın və hətta ondan faydalansın. Onun elmindən faydalansın. Yəni belə, qısaca. Ümumi nəticə bu oldu ki, şərt o deyil ki, imamı görmək. Şərt odur ki, onu belə deyək, yolunda çalışmaq, xidmət etmək. Onsuz da sən əgər buna layiqsənsə, görüş baş verər inşallah ki. Layiq deyilsənsə, daha o da ayrı bir məsələdir. Amma çalışmaq lazımdır. Yəni bu zühur yolunda çalışmaq lazımdır və peyğəmbərimizdən olan imamlardan olan, məsumlardan olan hədislərdə nələr görürük? Ən üstün əməllərdən biridir intizarda olmaq, müntəzir olmaq. Müntəzir olmaq. Belə. Bugünkü mövzumuzun da sonuna çatdıq. İnşallah ki, xeyirli, bərəkətli bir mövzu oldu sizin üçün. Təşəkkür edirəm hamınıza. Məni dinlədiniz, izlədiniz. Sağ olun, salamat qalın.